Salam değerli izleyicilerimiz. Bugün size bir sual vereceğim. Sizin fikrinizce sigorta şirketi avtomobili vaxtında qəzadan sonra müştərini razı salaraq istədiyi məbləği, yəni lazım olan məbləği ödəmək mi yaxşıdır? Hansı ki hörmət qazanacaq, sürücü digər 5-10 nəfərin içində deyəcək ki, bu yaxşı şirkətdir, əla şirkət. Yoxsa sürücünü yarı yolda qoyub lazım olan məbləğdən xeyli aşağı məbləğ deyib sürücünü narazı salmağı mı yaxşıdır? Yəni siz olsaydınız şirkət rəhbəri hansını eləyərdiniz? Amma bugün görünür ki, A qrup sığorta şirkətinin məsul şəxsləri birinci variantı seçiblər. Daha doğrusu ikinci variantı seçiblər. Narazı salırlar. Yəni narazı salırlar, necə narazı salırlar? İndi mən sizə onu göstərirəm. Bugün A qrup sığorta şirkətinin hansı ki cavabdeh şəxsləri müştərini narazı salmaq versiyasını seçiblər. İndi mən sizə göstərəcəm ki, niyə narazı salırlar. Siz də videonu maksimal dərəcədə paylaşmağınızı xahiş edirəm ki, hər kəs xəbərdar olsun.